Hadisə necə baş verib? Bir dənə mümkünsə deyərsiniz. Nə hadisəsi var? Yanğın da yanğın. Özüm yandırmışam. Nəyə görə yandırmısınız da evi deyirsiniz? İstəmirəm ki, oğluma, arvadıma qalsın. Ayşe söz söhbət burada 10 ildir. 50 dəfə demişəm ki, arvadını gözlə. Bu cəmaat məni bilirsən, nə tanıyır burada. Mən hələ bir haram dikən, nə özüm yeməmişəm, nə balama yemişəm. Eve gəlib görərdin. Sumqayıtda yanğın hadisəsi baş verib. Hadisə şəhərin Qurd dərəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. Belə ki, mənzilin zirzəmisində və həyətyanı sahədə olan yarımtikilidə yanğın baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Polis əməkdaşları tərəfindən isə ərazidə təhlükəsizlik tədbirləri görülüb.